Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bizim Özbəkistan elçiliyinin yanında o fəaliyyət göstərir. Gözəl bir binası var. Onların tərbiyyətinlə mən bura gəlmişəm və biz nə edirik ki, o milli mənəvi dəyərləri təbliğ edirik və bu da bizim üçün konstitusiya dəyərləridir. Və Azərbaycan, yəqin ki, bilirsiniz ki, o 20% torpağını 2020-ci ildə, indi 5 il bundan qabaq, özünün dövlət müstəqilliyi, istəyirsiniz mən keçim bura, dövlət müstəqilliyini əldə etdi və o dövlət müstəqilliyinin və orada bütün öz ərazidə çıxartdı oradan. Azərbaycan dövləti özünün ilk müstəqillik illərində ilk konstitusiyasını qəbul etdi 95-ci ildə. Yəni sizdən 3 il sonra qəbul etdi. Niyə qəbul etdi? Çünki baxın, Azərbaycan prezidenti 2025-ci ili belə elan edib. Konstitusiya və suverenlik ili. Çünki həm də dövlətin müstəqilliyi ilə yanaşı onun suverenliyi. Əsrlərlə müharibə zamanı düşmən əskərlərinlə normal rəftar etməni, o müharibə zamanı o qaydalara riayət etmək, bunlar hamısı insanın yaşamaq hüququdur. Və ən əsas hüquqlardan biri bərabərlik hüququdur. Hansı ki, bizim konstitusiyada və sizin konstitusiyada insanın bərabərlik hüququ. Kişi və mülkiyyət hüquqlarından dəyişiklik olundu 2009-cu ildə. Orada bilirsiniz ki, əsas məsələ nə idi ki, dövlətin hansısa bir strateji məqsədlərin naminə dövlət kimdənsə da torpağı və ya əmlakı ala bilərlər. Çünki dövlət burada yol çəkmək istəyir. O da qabaqlar isə o mülkiyyət haqqı toxunulmaz, o dünyada qəbul olmuş bir prinsip var da, mülkiyyət hüququnun toxunulmazlığına bağlı olan bir məsələ. Ancaq biz hər birimizdə, sizin dövlətdə də, bizim dövlətdə də, hər biri hansısa bir mülkədə hadisəyə, bir tarixi hadisəyə, məsələyə həsr edirlər, hansı ki, o dövlət üçün çox milli əhliyyət kəsb edir. Məsəl üçün, ötən il bizdə çok iyi bir ekolojiya, bu sizdə ekolojiya yürütülür. Bizdə də müxtəlif ilə Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında ilə elan edilir. Məsəl üçün, multikulturalizm, əsrlik, nizami ili və bu il isə biz dövlət suverenliyi və o cümlədən konstitusiya ili yaratmışız. Konstitusiya bilirsiniz ki, dövlətin əsas qanunudur, təməl qanunudur. Yəni, digər qanunverici aktları məhz ona Azərbaycanda hər bir ili hansısa bir il elan edir. Məsəl üçün, nizami ili olub Azərbaycanda, multikulturalizm ili olub, nə bilim, həmrəylik ili olub və bu ili Azərbaycanda konstitusiya və suverenlik ili kimi elan edib Azərbaycan Prezidenti özünün sərəncamı ilə. Çünki konstitusiyanın bu illəri 30 yaşı tamam olur, 30 illiyini qeyd edirik. Ona görə də biz konstitusiya barəsində digər dövlətlərdə də Azərbaycan konstitusionalizmi barəsində məlumatlar veririk. Çünki konstitusiyanı bilmək, elə bil ki, konstitusiyon dəyərlərin və insan hüquqlarının bir daha təbliğ edilməsi, insanların bununla bağlı maarifləndirilməsi və insan hüquqlarına daha çox diqqət yetirilməsini özündə ifadə edir. Niyə görə Azərbaycanda məhz ikinci bir məsələdə suverenlik kimi də elan edildi. Çünki Azərbaycan yəqin tarixindən siz əgər bilirsinizsə də, sizə bələddirsə də, Azərbaycan dövləti öz müstəqilliyini əldə etdiyi illərdə siz də müstəqilliyinizi 91-ci ildə əldə etmişsiniz. Biz də həmin ildə sağ olun. Sizlə bir yerdə olmaq çox xoş oldu. Sağ olun.